Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 40-cı dərs praktiki çalışma. Dərsimiz 7 ayədən ibarətdir və gördüyünüz kimi buradakı dərs tamamilə fərqlidir. Artıq 3-cü kitabdır və sonuncu kitab olduğuna görə yəqin ki, surələrin adını və ayələri qeyd olunmayıb. Çünki ibarə kimidir, bir növ ifadələrdir. Biz özümüz tərcümə etməliyik. Amma yeni sözlər qeyd olunub və o yeni sözlər qeyd eləmişik əlavə burada. Lüğət olaraq əlihə, məbudlar, tanrılar, cəhimun, cəhənnəm, şüfəəun, vasitəçilər, şəfaatçılar da demək olar, şəfaətçilər, subhanun, pak, münezzəh, sonra ummun, ana, ənə, haradandır. İndi isə keçid alaq ayələrimizə və birinci ayəmiz, yəni sizin üçün qeyd elədik, İmran surəsi 37-ci ayədəndir, daha doğrusu ibarədir. Bismillahirrahmanirrahim. Burada demək, qalə, dedi, yə Məryəmə, ey Məryəm, ənə, yəni haradandır, ləki, sənin üçün, həzə, bu. Burada Zəkəriya Peyğəmbərimiz Məryəm xanıma buyurur. Yəni, ey Məryəm, bu sənin üçün hardandır? Dedi, yaxud dedikdə, belə də demək olar, yaxud dedi ya da dedikdə. Ardıca qalət, yəni qadın cinsidir deyə, qalə kişi cinsidir, qalət qadın cinsidir. Yəni, dedi, yaxud deyirdi, huvə, o, mindandən, indillahi, yəni ki, indillahi, Allah qatın deməkdir. Allah qatındandır, yaxud Allah yanındandır. O Allah qatındanı deyirdi. Ümumi tərcümə, ey Məryəm, bu sənin üçün haradandır dedikdə, o Allah qatındandır deyirdi. İkinci ayəmiz Maidə surəsi 10-cu ayədir, ibarəmiz. Demək, Bismillahirrahmanirrahim. Vəllezine, bu artıq ayədir, bəli, bu ibarə deyil. Vəllezine və o kəslər ki, kəfəru, kafirdirlər, kafir olublar. Və kəzzəbu və kəzzəbu təqzib edirlər ya da yalanlayırlar demək olar. Bi əyətinə, bi burada şəkilçidir, əyətinə, yəni ayələrimizi, nə burada bizi bildirir? Uləikə, onlar, işarə əvəzliyi, əshəbul cəhim, əshəb, yəni sahiblərdir, yaxud da demək olar ki, əhildir. Cəhim, yəni cəhənnəm, yəni onlar cəhənnəm əhlidir, ya da cəhənnəm sahibləridir, ya da cəhənnəmliklərdir də demək olar. Bu üç variant doğrudur. Ümumi tərcümə, o kəslər ki, kafir olub ayələrimizi yalanlayırlar, təqzib ediblər, onlar cəhənnəm əhlindəndir, ya da onlar cəhənnəmliklərdir. Üçüncü ayə, Yunus surəsi 4-cü ayədir. Yunus surəsi 4-cü ayə, deməli, ifadəmiz daha doğrusu. Bismillahirrahmanirrahim. Ləhum, yəni onlar üçün, ləhum, onlar üçün şərabun, yəni şərabun, yəni şərab sözü ilə içmək deməkdir. Əslində bir içəcək, min dandən, həmim qaynar ya da yandırıcı sözüdür. Yəni qaynar, yandırıcı. Burada onlar üçün deyəndə burada kafirlərə aiddir. Ümumiyyətlə ayəmiz özü, yəni Yunus surəsinin 4-cü ayəsinə baxsaq, əslində
Əvvəli çox asandır. Vəllezine kəfəru gəlir. Burada qeyd olunmayıb. Yəni o kəslər ki, yəni kafir olublar, onlar üçün bir içəcək vardır. Qaynar. Burada min həmim üzr istəyirəm, bu şəkildə aşağıda qeyd olunub. Bura baxsaq, burada görürsünüz aşağıda qeyd olunub yandırıcı sudan. Burada min dandəni sudan mənasında kimi gedir. Yəni burada qeyd eləməmişik, şəkildə görünmür. Kafirlərə, yəni burada kafirlərə gəlincə, ya da o kəslər ki, kafirdirlər, yenə deyirəm, burada qeyd olunmayıb. Onlar üçün qaynar bir içəcək vardır. Və davamında və əzəbun və əzəbun əlim, şiddətli bir əzab vardır. Bimə, o şeyə görə ki, kənu oldular, yakfurunə, küfür edirdilər, belə deyirik. Biz mi küfür edirdilər? Amma kənu yakfurunə daha gözəl tərcümə etsək, yəni bimə kənu yakfurunə tərcümə etsək, etdikləri küfürlərə görə qeyd edə bilərik. Ümumi tərcümə də belə eləyək ki, onlar üçün qaynar bir içəcək, etdikləri küfürlə görə şiddətli bir əzab vardır. Çünki burada vəllezine kəfəru sözü yazılmayıb, ona görə belə tərcümə edək. Onlar üçün qaynar bir içəcək, etdikləri küfürlərə görə şiddətli bir əzab vardır. 4-cü ayəmiz Yunus surəsi 18-ci ayədir. Yunus 18. Bismillahirrahmanirrahim. Yəqulunə, yəni deyirdilər, ya da üzr istəyirəm, deyirlər, indiki zamandır. Həuləi, yəni bunlar, şüfəəunə. Şüfəəu, yəni şəfaətçilər deməkdir. Yaxud da ki, vasitəçilər demişdik. Nədə bizi bildirir? Bizim şəfaətçilərimizdir. İndəllah, yəni Allah qatında. Yəni Allah qatında, Allah yanında. Bunlar Allah qatında, Allah yanında bizim şəfaətçilərimizdir deyirlər. 5-ci ayə Yusuf surəsi 108-ci ayədir. Yusuf surəsi 108-ci ayə. Bismillahirrahmanirrahim. Daha doğrusu ibarə. Və subhanallahi. Və burada və kimi də gedir, amma isə kimi tərcümə edə bilərik. Yəni Allah isə pakdır, ya da belə deyə bilərik. Və Allah pakdır. Və mə, burada inkardır. Və mə, ənə, yəni mə deyil, ənə mən. Yəni mən deyiləm və mən deyiləm minəl müşrikin, yəni müşriklərdən. Və mən müşriklərdən deyiləm. Allah isə pakdır, mən də müşriklərdən deyiləm. Belə tərcümə edə bilərik. 6-cı ayə Ənbiya surəsi 59-cu ayədir. Bismillahirrahmanirrahim. Qalu, yəni dedilər, onlar dedilər. Mən kim fəalə edibsə, ya da edib, yəni keçmiş zamandır, fəalə edib, kim edib? Həzə bu bi əlihətinə. Burada A kimi gedir şəkilçi. Əlihə sözü məbudlar, tanrılar. Nədə biz? Yəni bizim tanrılarımıza, bizim məbudlarımıza kimi gedir. Yəni bura qədər tərcümə etsək, onlar dedilər bunu tanrılarımıza kim edib? İnnəhu, həqiqətən o, ləminə zalimin, lə, yəni şübhəsiz ki, min dandən zalimin, yəni zalimlar. Yəni o şübhəsiz ki, həqiqətən o, şübhəsiz ki, zalimlardandır. Ümumi tərcümə, onlar dedilər, bunu tanrılarımıza, məbudlarımıza kim edibsə, o şübhəsiz ki, həqiqətən zalimlardandır. Və sonuncu ibarəmiz Qəsas surəsi 7-ci ayədəndir. Bismillahirrahmanirrahim. Və dadə kimi də gedir, və kimi gedir. Əvhəynə, yəni vəh sözündəndir. Yəni vəh etdik, burada nə bizi bildirir və vəh etdik ilə tərəf ummu, yəni ana, Musa, yəni Musa. Musanın anasına da vəh etdik. Yəni tərcümə belədir. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.